aşağısına razılaşmırsınızsa, o zaman yuxarı həyat səviyyəsindən olan həyat ssenariləri sizin üçün birbaşa açılmağa başlayır. Elə buna Nikki Reed'in hekayəsi də bir misaldır. Nikki Reed uzun müddət Paşa adlı Rus bəyə aşiq olur və onun arxasınca qaçır, o isə ona dəyər vermir. Nikki Reed bilirsiniz çox məşhur bir aktrisadır və ona layiq olduğundan və indi olduğundan daha aşağı bir həyat səviyyəsi sunur. Uzun müddət Nikki Reed bu münasibətdə qalsa da axır ki yox deyə bilir bu həyat səviyyəsinə və yox dedikdən sonra baxın nə baş verir. Yaraşıqlı, seksual, zəngin və onu dəfələrlə publika qarşısında qoruyan Ian Somerhalderlə münasibət qurur, ailə qurur və bu bərabərlik hər ikisinə birlikdə daha çox zənginlik gətirir. Ümumiyyətlə, siz əgər həyatınızda, yanınızda sizə uyğun olmayan, sizi aşağı həyat səviyyəsinə çəkən, sonradan sizin haqqınızda nələrsə danışan və yaxud da sizə istədiyiniz standartları verə bilməyən insanlarla qalırsınızsa, o zaman heç zaman yuxarı həyat səviyyəsinə, daha uğurlu münasibətlərə, daha çox zənginliyə, daha yaxşı bir karyeraya sahib ola bilmirsiniz. Və nə qədər çox siz aşağı həyat səviyyəsinə hə deyirsiniz, o qədər də çox yuxarı həyat səviyyəsinə yox deyirsiniz. Nə qədər çox siz aşağı həyat səviyyəsinə yox deyirsiniz, o qədər də çox siz yuxarı həyat səviyyəsinə hə deyirsiniz. Bax, bu hə demə prosesində istəyirəm mən sizinlə bərabər olum. Ona görə də biodakı linkdən mütləq ödənişsiz marafon kanalıma keçid eləyin. Çünki məhz bu marafonda mən yuxarı həyat səviyyəsinin bütün qayda və qanunlarını və psixoloji açıqlamasını sizlərə öyrədəcəyim.